Allah'a şükür ki Allah bu il de İmam Hüseyin Aleyhisselamın qapısına gəlməyi nəsib elədi hər birimizə. Allah bu lütfünü, mərhəmətini bizə çox görməsin. İmam Hüseyin Aleyhisselamın yolunda canından keçən nə qədər ruhlar var. Allah'tan istəyirəm ki, bizim səmimi salamımızı onların pak ruhlarına çatdırsın. O cümlədən mərhum ustadımızın ruhunu Allah şad eləsin. Onun dualarını üzerimizdən əski eləməsin. Birinci gecədir, Məhərrəm ayının birinci gecəsidir. İmam Hüseyin Aleyhisselam bizim həyatımızın hər səhnəsində bizə ən lazımlı dəyər olduğunu hər birimiz bilirik. Neçə illərdir İmam Hüseyin Aleyhisselamın qapısındayıq. Bu qapı ögey doğmalıq etmir. Günahkar və yaxud da günahsız qəbul edib etməmək məsələsi yoxdur. Sadəcə bu qapıda hər kəs gəldiyi kimi, düşündüyü kimi inkişaf edir. Kim necə gəlibsə o cürdə bu qapıda yaşayır. İmam Hüseyin Aleyhisselam mərhəməti ilə, mehribanlığı ilə hamısını qəbul edib. Daha doğrusu dəvət eləyib. Amma gələn nə üçün gəlibsə onu alır, aparır. Bir nəfər gəldi Peyğəmbərin yanına. Peyğəmbər zamanı idi. Dedi sahabilərə ki, Peyğəmbərlə xüsusi bir işim var. Peyğəmbər burada gəlsin. Gəldi, Peyğəmbərlə danışdı. Dedi, mühüm bir işim düşüb sənə. Dedi, buyur. Dedi ki, ya Resulallah, mən təsərrüfatla məşğul olmaq istəyirəm. Heyvandarlıqla məşğul olmaq istəyirəm. Mənə kömək eləyərsiz, neçə baş qoyun versinlər, mənə saxlayım, artırım və işlərimi həyata keçirim. Peyğəmbər çox narahat oldu, qəmgin oldu. Amma tapşırdı sahabelərə ki, köməkli eləyin, dəstək verin, qoy həyatını, istədiklərini həyata keçirsin. O gedəndən sonra sahabelər soruşdu ki, ya Resulallah, niyə qəmgin oldunuz, niyə narahat oldunuz? Dedi, mən fikirləşdim ki, gəlib mənə desin ki, ya Resulallah, mühüm işim budur ki, cənnətdə səndən qonşu olmaq istəyirəm. Mən düşünmüşdüm, o bunun üçün gəlir. Amma o məndən nə istədi? Böyük adamdan böyük şəxsiyyət fayda verir, özü qədər fayda verə bilir. Amma sən və mən nə üçün gəliriksə, onu ala bilirik yalnız. Nə üçün gəliriksə, bizə məcburi heç nə vermirlər. Nə üçün gəlmişiksə, onu qazanıb gedə bilirik. Musa Peyğəmbər kimi şəxsiyyətdən hər hansı bir yeyiləcək bitki növləri istədilər, tərəvəz istədilər Musa Peyğəmbərdən. Allah qınadı onları ki, Musa Peyğəmbərdən bu nədir istəyir? Məsələnin bir tərəfi, əsas tərəfi, bir tərəfi İmam Hüseyin Aleyhisselamdırsa, məsələnin bir tərəfi də, əsas tərəfi də bizik. Nə üçün gəlirik, nə istəyirik? Birinci gecədir deyə müqəddimə olaraq istəyirəm belə danışım. Nə üçün gəlirik, nə istəyirik İmam Hüseyin Aleyhisselamdan, o mühüm məsələdir. Nəyimizdən narazıyıq, hansı xüsusiyyətlərimizdən narazıyıq? İmam Hüseyinsiz 10 ayı necə qaldıq? İmam Hüseyinsiz 10 ayımız necə keçdi? Hansı halları yaşadıq? Məhərrəm ayının gəlişini nə üçün arzuladıq? Bəzən insan öz dərdini ağlayır İmam Hüseyin Aleyhisselamın adıyla. Bəzən belə olur. İnsan qarışır bəzən. Ona görə özünü təftiş eləməlidir. İmam Hüseyin Aleyhisselamı ümumiyyətlə mən niyə sevirəm?
bu sevgi ne üçün məndə var? Bu mühüm məsələdir. Sevgimin əsasını nə təşkil edir? Bunları birinci gecədə araşdırsaq yaxşı olar. Gələn gecəmiz fərqli olsun. Qədir gecəsində xatırlayırsa demişdim ki, bəzən insan günahdan tövbə etmək istəmir. Əgər xatırlayırsa birgə idik Qədir gecəsində əksəriyyətimiz. Bəzən insan Allahdan tövbə etmək istəmir. Günahın ağrısından qaçıb, gəlib Allahın qapısına ki, ağrı azalsın. Ağrı getdikdən sonra yenə həmin o köhnə xasiyyətinə qayıda bilir insan. Mənim sözüm olmasın, ünvansız deməyim, müəllifsiz deməyim sözü, hər birinizin qarşısına çıxıb yəqin ki, mən də dostlarla bölüşmüşəm. Mərhum ustad deyərdi ki, bu 10 gecə Məhərrəm ayının əvvəlindən ta Aşuraya qədər o qədər bərəkətli gecələrdir ki, insan haralara meyrac eləyə bilər, Allah bilir. Çoxlu məsafə yoxdur Allaha çatmaq üçün, ucalmaq üçün böyük bir məsafə yoxdur. Və yaxud İmam Hüseynə qovuşmaq üçün böyük bir məsafə yoxdur. Hiss edirsiniz, elə bilirəm, hər biriniz xəbər bu halı yaşamısınız ki, bu günlərdə İmam Hüseyn əleyhissalamla dərhal yaxın olmaq olur, dərhal barışmaq olur. Maraqlı bir mərhəməti var İmam Hüseyn əleyhissalamın. Dərhal insan doğmalaşır İmam Hüseyn əleyhissalama. Günah boyda uzaqlıqdan sonra xüsusi bir doğmalıq olur bu gecələrdə. Bu gecələrdə heç kimin günahı üzünə vurulmur. Qəribə bir gecələrdir. Qədir gecələrində deyirlər ki, gəlin günahlarınızı etiraf edin. Belədir də hər birimiz bilirik. Əstəğfirullah Rabbi və ətub iləh deyin. Günahlarınızı etiraf edin. Amma bu gecələrdə deyirlər ki, Hüseynə sevgi göstərin, başqa heç nə istəmirik sizdən. Bu gecələrdə günahdan danışırmır. Görürsünüz nə boyda fərq var? Çünki İmam Hüseyn əleyhissalam özü Qədir gecəsinin oğludur, Fatimə Zəhranın oğludur. Bu gecədə günahdan danışsan, hiss eləyəcəksən ki, ya Abdullah, mən filan günah eləmişəm, hiss eləyəcəksən, içindən bir nəfər müdaxilə edir sənə danışıqlar ki, günahdan üzvü çevir, günahdan danışma. Hürrün hadisəsi hər birimiz üçün gözəl bir nümunədir də. Gəldi günahdan danışmağa, İmam Hüseyn əleyhissalam baxdı ona, günahını etiraf etmək istəyəndə İmam Hüseyn dedi ki, əyləş yanımda, yəni günah açma. Bu gecələrin, bu 10 gecənin həm də fərqi bundan ibarətdir ki, o gecələrdə bizə deyirlər, günahlarınızı etiraf edin. Bu gecədə bizə deyirlər ki, günahlarınızdan danışmayın. Gəlin bir-birimizi sevək, bir-birimizə məhəbbət göstərək. İmam Hüseyn çağırır ki, gəlin məhəbbət göstərək bir-birimizə. Çox qəribədir. Səni özünə yaxın eləmək üçün, sənin üçün və mənim üçün bəhanə düzəldib məni özü ilə birgə cənnətdə sakin eləmək üçün gör nə buyurur? Deyir, səhərin su içəndə məni yada sal. Böyük bir əməl istəmir İmam Hüseyn. Səhərin su içəndə məni yada sal. İmam Sadiq buyurur ki, bizim şiyələrimiz onlardılar ki, bizim şad günümüzdə şad olarlar, qəmli günümüzdə qəmgin olarlar. Bundan şiyə hesab edir özün sənə, səni özünə. Bununla deyir ki, sən bizim adamımızsın. Bununla deyir. Yeganə dəyərli Əhl-i Beyt ki, və təbii ki, bunların içində İmam Hüseyin tam fərqlidir. Sanki Əhl-i Beyt bütün öz vaxtını, bütün səlahiyyətini veriblər İmam Hüseynə ki, hamımız müəyyən qədər bağışlamayacaqdır, kömək eləməyəcəkdik. Ya Abdullah, hamısını sən elə.
Hamısını sən elə bu köməkləri. Hamısını veriblər İmam Hüseynə. Burada çox rahatdır. Mən əminəm ki, burada siz özünüzü ən doğma adam kimi hiss edirsiniz. Qədir gecələrində nigarançılıq var, burada aramlıq var. Qədir gecələrində böyük bir nigarançılıq var. Görəsən mənim həyatım necə olacaq? Görəsən məni bağışladılar. Amma burada qapıdan girirsən, görürsən deyir kimsə, elə bir səni ağuşuna alıb, özün özünə deyirsən ki, nə yaxşı bu ildə məni qəbul elədi. Orada çıxanda da, Qədir gecəsində qapıdan çıxanda ümidim budur ki, inşallah ki, Allah məni bağışlayıb, sübh azanına qədər dəqiqə bə dəqiqə gözləyirsən, burada çıxanda deyil, burada daxil olanda bilirsən ki, səni bağışlayıblar. Görün nə qədər fərqi var, görün nə qədər fərqlidir. Çünki Qədir gecələrində özün üçün gəlmişdin, burada İmam Hüseyn üçün gəlmişsən, məsələ budur. Bunu gözəlləşdirən kimin üçün və nə üçün gəldiyin üçündür. Bu gecə gəlmirsən ki, Fatimənin balasının dərdinə şərik olasan. Bu gecələr onun üçündür. Mən bu gecə ancaq müqəddimə qururam gələn gecələrimiz üçün. Bilirsiniz kimin məclisi? Evladlarının suyunun yolunu kəsənin başını qatır ki, o öz günahından danışmasın. Vallah billah belədir. Başını qatır ki, öz günahından danışmasın. Başını qatır ki, İmam Hüseyin ki, mən onun narahatlıq sözlərini, narahatlıq doğuran sözlərini, ürəyi narahatdır, o sözlərini eşitməyim. İstəmirəm o etiraf eləsin. Burada bilirsiniz kimdir? Qəbul eləyən. Burada qəbul eləyən elə bir şəxsiyyətdir ki, gördüyünü öz səviyyəsinə qaldırmaq istəyir. Hər gördüyünü öz səviyyəsinə qaldırmaq istəyir. Burada belədir. Burada qəbul eləyən elə bir şəxsiyyətdir ki, heç kimin hörmət etmədiyi adamın gedir başının üstündə oturur, başını qoyur dizinin üstünə. Burada qəbul eləyən belə bir adamdır. Ona görə can verəndə deyirdi ki, elə ki hiss elədi ki, üzünə kiminsə üzü toxundu, o qara dərli qulam. Üzünə kiminsə üzü toxundu, gözlərini açdı, gördü İmam Hüseyin ağa yanağını qoyub onun yanağına. Başladı, nə gücü var idi, o cansız, yaralı bədənindən başladı qışqırma. Ey əhli aləm, deyin görün məndən üstünü var bu dünyada, Zəhranın balası üzünü üzümə qoyub, məndən üstünü yoxdur bu dünyada. Biz bugün bütün dünyaya deyə bilərik ki, ey əhli aləm, ey hər şeylə qürurlananlar, bizdən üstünü yoxdur bu dünyada. Bu dünyada Hüseynin əzadarlarından üstünü yoxdur. Zaman və zaman bu yetişir, bu artıq dünyaya göstərilir. Zaman və zaman dünya qəbul edir ki, artıq Hüseynin yolunu gedənlər heç nəsiz, bircə İmam Hüseyni olan sevgiləri ilə dünyada ən böyük qüdrət sahibidirlər. Zaman göstərir. Dinsiz də anlayır, dindar da anlayır. Bu yola uyğun olan, əqidə cəhətdən uyğun olan da anlayıb. Tərəddüddə qalan da anlayıb artıq, düşmən də anlayıb, dost da anlayıb ki, bu yol başqa bir yoldur. Nə ediriksə, bu yolun qüdrəti azalmır ki, azalmır. Bu yolun izzəti azalmır ki, azalmır. Dünyanı qana bürüyür, yolun izzəti azalmır. Necə yoldur bu? Heç kim başa çıxmır. Heç kim anlaya bilmir. Adam istəyir, bir təbəssümlə bütün dünyaya desin ki, bu yol azalmaz axı, bu yolun Hüseyni var. Bu yoldan kəsdikcə bu yol çoxalır. Bunların biri əgər dünyadan köçürsə mini dirilir. Bunlar belədirlər. Çünki bunların ölüb dirilməyi birbaşa Allahın iradəsi ilədir. Bunlar azalmırlar axı. Hansı proqramdan cızmışsın? Sənin dünyada xəbər tutmadığın nöqtələr var. Allah bu cəmiyyətin
İmam Hüseynlə olan bağlılığına görə sənin xəbər tutmadığın nöqtələrdən Allah bunları xəbərdar edirsən, bacarmırsan. Bax, yol belə ucalır. Ona görə xanım Zeynəbə deyir ki, öldürmədik sizi Kərbəlada, nə qürurla daxil olmuşsan sarayıma, o da buyurur ki, ma rəaytu illa cəmila. Gözəllikdən başqa bir şey görmədim. Sən sənə qışqırırsan, öldürdük. Sən çox axmaqsan, sən çox acizsən, ona görə qışqırırsan. Sən xəbərin yoxdur. Bunlar öləndə dirilirlər. İmam Hüseyin əleyhissalamdan da daha qorxulusu şəhid İmam Hüseyin əleyhissalamdır. Ondan daha qorxulusu budur. Dünyada insanlar qoymurdular, mani olurdular, imam öz imamətini tam olaraq göstərsin. Artıq məhdudiyyət, hasarlar İmam Hüseyin üçün söküldü. Allah dərgahındadır. Allah yanına çağırır, ya Əbu Abdillah, ey mənim qulum, ey mənim yolumda hər şeyindən keçən, dünyaya necə istəyirsən hakimiyyət elə. Buradan dünyanı necə istəyirsən idarə elə. Ərbəyin zəvvarlarının nizamını İmam Hüseyin idarə eləmir. 30 nəfər adamla məclis vermək olmur. Onu həll eləmək olmur. Həyəcandan ölürsən. Ki, bunu necə eləyim, bu qonaqları necə qarşılayım, necə yola salım. 25 milyon zəvvar qəbul edir ildə. 20 milyon insan qəbul edir. O balaca şəhər. O balaca hərəm. Elə bunların ürəklərini quraşdırıb ki, hamı deyir ki, qoy mən İmam Hüseynə salam verim, gedim ki, arxadan gələn də gəlib salam. Ürəklərini İmam Hüseyn quraşdırıb hamısını. Ürəklərini elə nizamlayıb onların. Hər şeydə çatır. İl boyu simiclik eləyənlərin ürəklərini hökm edib ki, bu il malınızı açın, tökün bu yolda. Bu il qonaqlarıma xidmət göstərmək lazımdır. Görürsünüz. Çox gözəl imamdır İmam Hüseyin. Vallahi çox gözəl imamdır. İmkanım olsaydı, mən bu gecə çıxıb mən belə deyərdim ki, ya Əbu Abdillah, mən başımdan böyük səhv eləyərəm sənin haqqında danışıram. Sən çox əzəmətlisən, çox böyüksən. Bəzi şəhidlər var, Kərbəla şəhidlərindən bir gün görüblər, 2 gün görüblər İmam Hüseyin əleyhissalamı. 2 gündə ucaldıb onları. 2 gündə. 2 gün bəs eləyib. Bilmirəm nə boyda dəryadır. Bilmirəm necə vadidir bu. Ona qoşuldun və salam, hər şey bitir. Ona qoşuldun, hər şey bitir. Ona çatdın, Allaha çatırsan. Mən əhəbbəl Hüseynə, hər kəs Hüseyni sevsə, Allah onu sevər. Bitdi məsələ. Fikir verin, Hüseynin əzasında xüsusi bir böyük əhkam yoxdur. Belə deyə yox, bunu belə elə, bunu belə elə, bunu belə elə, bunu belə et. Nədə də ədəbə dəvət edən əhkamlar, qaydalar, qanunlar var. İnsanların çoxsu onlara heç əməl də eləmir. Edə bilmirik daha doğrusu. Var ya, amma edə bilmirik. Etmək lazımdır. Amma Hüseynin əzasında hər kəs özü özünə deyir. Hüseynin məclisliyə ədəbli ol. Burada əhkam demək lazımdır. Elə bir sevgi verir İmam Hüseyin əleyhissalam ki, sevgi ədəbləndirir adamı. Hər gün, hətta sən ürəyə də toxunan adamlardansan, bəzən olur, toxunursan ürəklərə, amma burada son dərəcə özünlə mübarizə edirsən ki, ehtiyatda ola, Hüseynə görə onun gözündən, kipriyindən yaş axmışdır. Gör, necə nizamlayır? Sevgi ilə nizamlayır. Başa salır bizə ki, belə eləyə bilərsiniz. İnnəl Hüseynə misbahul huda və səfinətün nicə. Həqiqətən İmam Hüseyin hidayət çırağı və nicat gəmisidir. Hamı görür, vallahi hamı görür İmam Hüseyin dünyada. Hamı bilirlər İmam Hüseynin Məhərrəm ayını artıq. Amma kim nicat tapacaq? Kim ki qapını açıb, azacıq xəcalətlə onun əzasına daxil olacaq.
Kim ki sırf İmam Hüseyin əleyhissalama görə addım atacaq. İmam Hüseynə görə Allah şəriətimizdə əhkam düzəldir. Peyğəmbər namaz qılır. Bugün elə belə danışacağım. Peyğəmbər namaz qılır. Allahu Əkbər demək istəyir. Bilirsiniz də, müstəhəbdir. Təkbir deməmişdən qabaq 7 dəfə Allahu Əkbər deyəsən. Misal üçün, zöhr namazı qılıram, qurbətən ilallah. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. 7 dəfə deyəsən, sonra vacib təkbiri deyəsən. Bilirsiniz də bunu. Müstəhəbdir. Necə olur bu müstəhəb olur? Peyğəmbər namaz qılır. İmam Hüseyin də balacadır. Çox kiçik yaşlarında dayanır Peyğəmbərin yanında. O da Allahu Ekber demək istəyir. Cənab-ı Cəbrail nazil olur ki, İmam Hüseynin dili tutmadı tam desin. Peyğəmbər bir də təkrar edir. Peyğəmbər bir də təkrar edir. İkinci dəfə təkrar edir. Üçüncü dəfə, yeddinci ki, İmam Hüseyin deyir Allahu Ekber. Cənab-ı Cəbrail buyurur ki, Peyğəmbər Allahu Ekberdir, amma bu 7 dəfənin müstəhəb olaraq yaz şəriət. Hüseyin 7 dəfə Allahu Ekber deyib. Şəriət düzəldir Allah onun dilindən. Qurban olaq, dil və dodağı ya Əbu Abdillah. Dilindən, dodağından şəriət düzəldir Allah. Görürsünüz necədir? Şərab-ı eşki Hüseyni ilə məst olan aşiq var üzrü badə-i Kevsərdən etiraz eləsin. Hüseyin türbətinə əl basıb təyəmmüm edən rəva deyil, su tapıb sonra dəstəmaz eləsin. Hələmdər ruhun şad olsun. Çatdım, bura bitdi hər şey. Çox bugün danışmaq istəmirəm, yekunlaşdırıram. Bir kəlmə söz dedi Həbibin Məzahir. Aşura günü. Aşuradan öncə. Xanım Zeynəbin ürəyi narahat idi. Xanım Zeynəb çox narahat idi. İmam Hüseyni çağırdı, dedi, ya Əbu Abdillah, axı çox adam qaçdı. Çox adam qaçdı deyə xanım Zeynəb narahat idi. Dedi, ya Əbu Abdillah, bu qalanlara inanırsan, yəni bunlar getməyəcəklər, inanırsan bunlar getməyəcəklər. Həbibin Məzahir bu sözü eşitdi, ürəyi parçalandı. Yığdı öz tayfasından olanları, qəbiləsindən olanları, yığışdılar bir yerə. Dedi, bilmirəm özümüzü necə göstərmişik, Zeynəb bizim qalıb qalmamağımızdan nigarandır. Dedi, mən sizə sual verəcəm, cavabın ucadan deyin. Niyə görə gəlmişsiniz Kərbəlaya? Niyə görə bugün buradasınız? Hamı uca səslə deyirlər ki, gəlmişik Fatimənin balasının canını qoruyaq. Onun canından qabaq canımızı qurban verək. Elə xoşum gəlib bu hadisədən. Deyir, xanım Zeynəb bir dəfə bu 6 ayda güldü, o da ondaydı. Yəni, ya Abdillah, əmin oldum, bunlar qalırlar yanında. Bir dəfə gülümsədi orada. Ki, bunlar qalır, qalanlar var. Ucaltdılar Həbibin Məzahiri. O qədər ucaldı Həbibin Məzahir. İndi gedirsən İmam Hüseyni ziyarət edirsən, sorursan ki, orada da bir zərih var axı, cəmaat pərvanə kimi dövrəsinə dolan, o kimin məzarıdır? Deyirlər, Həbibin Məzahirin məzarıdır. Ucaltdılar onu. Görürsünüz, qoca yaşlı səhabə idi, nə boyda iş görüb Kərbəlada. Ruhunun dərin qatlarında İmam Hüseyni sevi göstərir, başqa heç nə. Əsas məsələ budur. Sözə baxın. Hər kəs Hüseyni ağlasa, hər kəs Hüseynin müsibətin deyib başqasını ağlasa, bir-bir sayır. Hər kəs Hüseynə qəmgin olsa və hər kəs özünü ağlayanlara qoşsa, yeri cənnətdir. Nə böyük əhkam var burada. İmam Hüseyin deyir, sənin bircə bir ürəyin lazımdır mənə. Görüm, yanan ürəyin var ya yox. Adamlar var ki, biraz möhkəm adamlardır. Çətin adamlardır. Onlar üçün da imam deyə bilər ki, kişidir də döyüşüb. İmam da olsa kişidir döyüşdə, biri ölər, biri öldürər. Belə olar da. Onlar üçün də Əli Əsgəri qurbanlığa aparıb ki, onların ürəklərini titrədə bilsin. Bir nəfər var idi, dayanırdı Fərat çayının üstündə, yolun üzərində.
Keçirəm da zikri müsbətə çox yormayacağım bu gecəsi. Dayanırdı yolun üstündə. Kim Kərbəlaya gedirdisə, bu Nasibi idi, Əhl-i Beyti sevməyən idi. Kim Kərbəlaya gedirdisə, ona deyirdi ki, hara gedirsən? Dedi, Kərbəlaya gedirəm, Ağa İmam Hüseynin ziyarətinə. Gülürdü ona. Dedi ki, Hüseyin çarə eləyə bilsəydi, öz başına çarə eləyərdi. Sən hara gedirsən ora? Ürək, ancaq ürəklərini ox vururdu İmam Hüseyin zəvvarlarını. Bir gün gördülər ki, əyləşib İmam Hüseynin hərəmində qucaqlayıb zərhə ilə ağlayır. Hamı bir-birinə baxır. O yoldan keçənlər bunu hamı tanıyırdı. Dedilər ona ki, sən bura niyə gəlmişsən? Sən hara, bura hara? Dedi ki, özünüz tanıyırsınız da məni. Fəratın kənarında otururdum. Özüm bilərəkdə İmam Hüseyin zəvvarların ürəklərinə söz dağı vururdum. Ürəklərini narahat edirdim. İsti idi bir gün. Oturmuşdum. Baxdım Fəratın suyuna, gördüm bir sərinlik gəlir mənə tərəf. Sudan sərinlik gələr. Baxdım suya, dedim hərməli, Allah lənət eləsin sənə. İmam Hüseyinlə düşmənçiliyin vardı. Əli Əsqəri niyə öldürdünüz? O uşaqda. Dedi, bunu dedim, narahat oldu ürəyim. Baxdım İmam Hüseynin hərəminə tərəf, gördüm kimsə çağırır məni. Ki, gəl, bircə bununla çağırıblar onu. Bircə bununla çağırdılar. Görün, nə qədər səmimiyyətə, ürək sevgisinə. O qurbanlar boş yerə deyil. Düşmənin həm iç üzünü göstərmək üçündür, həm də ürəyi təmiz olanların fərqli-fərqli ab-havaları olduğu üçün bir-bir dəvət eləmək üçündür. Əli Əsqər böyük bir cəmiyyətin yolunda qurbanlıqdır. Əli Əkbər başqa bir cəmiyyətin yolunda qurbanlıqdır. Qasım başqa bir cəmiyyətin yolunda qurbanlıqdır. Ruhun dərin qatlarını işləyib İmam Hüseyin bu qurbanlıqda.